Xanım, siz qız uşağı deyilsiniz axı. Burada kartda Xeyr, göstərir. ikinci ailə qurmaq istəyirəm Hə, inşallah. çünki mən baxan kimi gördüm, üzr istəyirəm, pərdə zadı yoxdur burada. İnşallah gör yaxınlarda ailə həyatı görünür. Ailə həyatı düşür sizə, amma sizin həyatınızda bir evli bir bəy də olub. Bəli, olub düz deyirsiniz. Olub. Evli bəylə, yəni danışmısan. Bəli. Həmin evli bəyin arvadı da tutub qayıdıb ərinə deyib ki, sən hansı qəhbədir danışırsan oyuna. Belə söhbət də olub. Qələt eləyir, o kimdir ki, o mənə o söz deyir. O kimdir ki, onun haqqı var da, əri ilə görüşürsən. Bəs mən sənə qurban, mən onun ərim məcbur. Ay qız, mənə qurban olmuyor. Sən cəmaatın əri ilə niyə görüşürsən? Və əri mənim qapıma elçi gəlib, mən nə edeyim ona? Nə elçi gəlib, ailəli adamın elçi gəlir, o murtdaşıma qayırmağa gəlib. Sən də gəlib vermirsən ona. Bu nə hərəkətdir? Sən evli kişi ilə niyə münasibət qurursan? Pis sən qadın sifətvə. Sizin kimlər də cəmaatın ailəsini dağıdı. Bəs mən nə edeyim? Günah məndədir. Nə günah məndədir? Evli kişilərlə görüşürsən. Əxlaqsız, pozğun. Rədd ol az, rədd ol. Özün rədd ol. Rədd ol az, rədd ol. Pis sifətinizə sizi. Ərli kişilərlə gəzirirlər. Subaylar qala-qala. Gəzmək istəyirsiniz, gəlin subayların yanına da. Gəl cəmaatın evində dava qırğın salasınız.